Dedim də, ammanı amma kimi tələffüz edir. Influencerlərin, blogerlərin, onların danışıq tərzlərini görəndə hansı səhvləri görürsünüz onlardan çox? Bayaq qeyd elədiyim kimi barbar sözlərin istifadəsi. Yəni rus dilində səslənən, Azərbaycan dilində qarşılığı olan, amma işlətməyə öyrəşdiyimiz, daha doğrusu öyrəşdikləri həmin o всё prostu olduğu kimi də işlətsələr yenə adamı yandırmaz. Son dövr Türkiyə türkçəsinə meyllilik, həmin o dedim də, ammanı amma kimi tələffüzü. Bizim heç bir qaydamızda ammanın amma kimi tələffüzü, bir şey demək istəyirəm əvəzinə bir şey deyəcəm. O həmən, tamam var, amma oldu mənasında tamam yoxdur. Yəni istifadə eləmək olar. Onsuz da biz ərəb alınmalarından istifadə eləyirik və mən bunu dilin nöqsanı olaraq qəbul eləmirəm.